Sünnə əməllərdən 11-ci, iki səcdə arasında iqa oturuşu. İqa oturuşuna bu cümlə ad verir, iqa oturuşu. Biz bilirik ki, Allah Rasulunun sünnəsidir ki, təşəhhüdə oturduğumuz zaman sol ayağı, yəni altımıza bükürük, onun üstündə oturulur və sağ ayağın barmaqları isə qaplanmış şəkildə qibləyə baxır. Bu əksər müsəlmanların oturduğudur. Və bir də var, Allah Rasulü iki səcdələr arasında, akıbablıqda deməyə qalxırıq, iki səcdələr arasında barmaqlarının ucunda dayanardır. Yəni oturardı barmaqlarının ucunda. Necə ki, oturuşda təşəhhüdə oturanda sağ ayağımız necə vəziyyətdə olur? Və sol ayağımızın olur. Bu iqa oturuşu alınır. Tavuzdan gəlir ki, İbn Abbasın tələbəsi olur. Hədis Müslümdə gəlir. Hədis Səhih Müslümdə gəlir. Tavuz deyir ki, İbn Abbasdan iki ayaq üzərində iqa oturuşu barəsində soruşdum. Dedi ki, bu əmələ sünnədir. Biz ona dedik ki, ey Abdullah, biz elə düşünürük ki, bu cürdə oturma ayaqlar üçün bir ağırlıdır. Yəni, əziyyət olur. Lakin İbn Abbas sallallahu cavabı onlara deyir ki, bu cürdə oturmaq sənin Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləmin sünnətidir. Bu cürdə oturmaq. Və hədis də Səhih Müslümdə yetir. Və əksər müsəlmanların da bu oturuşdan heç xəbəri yoxdur. İqa oturuşu, iki səcdə arasında. İki səcdə arasında bu cürdə oturmaq Rasulullah sallallahu aleyhi və səlləmin sünnə, umurumuz sünnə əməllərindəndir.